Vaxt itirmədən ondan 16 noyabr həftəsinin həftəlik bürclər şərhlərinə Qoç bürcündən başlayaq. Əziz qoçlar və yüksələn qoçlar, həftəyə ailəvi mövzuların və ev mühitinizlə bağlı məsələlərin ön planda olduğu bir enerji ilə başlayırsınız. Özünüzü təhlükəsiz hiss etmə arzunuz artarkən, sevdiklərinizlə vaxt keçirmək sizə yaxşı təsir edəcək. Bu dövrdə evinizdə sakit və harmonik bir atmosfer yaratmaq, ailə üzvlərinizlə daha çox vaxt keçirmək prioritetiniz ola bilər. Həftənin irəliləyən günlərində, xüsusilə çərşənbə axşamı və çərşənbə günü, sizi xoşbəxt edən mövzulara yönəlmək istəyiniz arta bilər. İdmanla məşğul olmağa başlamaq, hobbilərinizə vaxt ayırmaq və ya sadəcə zövq aldığınız fəaliyyətlərlə məşğul olmaq ruhunuzu təzələyəcək. Əgər övladınız varsa, onunla bağlı yeniliklər və ya gündəmlər də həftənin əvvəlində ön planda ola bilər. Çərşənbə axşamı Yupiterin geri hərəkətə başlaması ilə ev, ailə və ocaq mövzularında son aylarda əldə etdiyiniz imkanları yenidən nəzərdən keçirmə vaxtı gəlir. İyun ayından bəri bu sahələrdə rahatlıq, təhlükəsizlik və xoşbəxtlik hissi qazanmısınızsa, indi bəzi gecikmələr, təxirə salmalar və ya daxilə qapanmalar yaşama bilər. Bu vəziyyət ruh düşkünlüyünə səbəb olmasın. Əksinə, diqqət etməli olduğunuz detallara işıq tutacaq. Yupiter mart ayında yenidən düz hərəkətə keçəndə, bu mövzularda çox daha rahat irəliləyəcəksiniz. Digər tərəfdən Merkürün geri hərəkəti hələ də davam edir. Bu retro prosesi səyahət, təhsil, ticarət və xariclə bağlı işlərinizdə ünsiyyət pozulmalarını gündəmə gətirə bilər. Xüsusilə sizi yaxşı tanımayan insanlarla olan dialoqlarda anlaşılmazlıqlara açıq ola bilərsiniz. Səyahət planlarınızda da diqqətli olmağınız faydalı olacaq. Cümə axşamı Merkürün Marsla qovuşumu emosional və tələsik reaksiya vermə meylinizi artıra bilər. Sosial mediada, səyahətlərdə və ya uzaq yerlərlə bağlı işlərdə sözlərinizə diqqət edin. Düşünmədən deyilən bir söz, səhv atılan bir addım və ya qəzəblə verilən bir reaksiya lazımsız gərginliklərə və mübahisələrə səbəb ola bilər. Hətta qəzalara və ya ani vəziyyətlərə açıq bir təsir altında ola bilərsiniz. Təbii ki, bu təsirlər mütləq baş verəcək demək deyil, lakin potensial olaraq diqqət etməli olduğunuz məsələlər arasındadır. Buna görə də həftəni sakit, nəzarətli və fərqində şəkildə keçirməyinizi məsləhət görürəm. Əziz qoç və yüksələn qoçlar, gözəl, balanslı və rahat bir həftə arzuluyuram. Əziz buğalar və yüksələn buğalar. Bu həftə ünsiyyətin intensiv olduğu bir dövrə qədəm qoyursunuz. Yaxın ətrafınız, bacı qardaşlarınız və qohumlarınızla olan dialoqlarınız ön planda olacaq. Eyni zamanda qısa müddətli planlarınıza fokuslanaraq həftəyə sürətli bir başlanğıc edəcəksiniz. Sosial media, tanıtım və ya ünsiyyət tələb edən işlərinizdə də bu həftə olduqca aktiv ola bilərsiniz. Çərşənbə axşamından etibarən diqqətiniz bir qədər ev, ailə və şəxsi həyatınıza yönələcək. Gündəlik işlərinizi tamamladıqdan sonra öz məkanınıza çəkilmək, evdə vaxt keçirmək və ya ailəvi məsələlərlə maraqlanmaq istəyə bilərsiniz. Bu həftə həmçinin Yupiterin geri hərəkətə başlaması ilə birlikdə ünsiyyət və yaxın çevrə ilə bağlı mövzularda bir durğunluq dövrünə daxil olursunuz. Son aylarda bu sahələrdə müxtəlif fürsətlər, tanışlıqlar və ya inkişaflar yaşamış ola bilərsiniz. Əgər satış, tanıtım, marketinq, təhsil, logistika, səyahət və ya sahibkarlıq kimi sahələrdə aktivsinizsə, indi bu fürsətlərdə bəzi gecikmələr və ya gözlənilməz təxirə salmalarla qarşılaşa bilərsiniz. Yupiterin bu retrosu sizə keçmişdə hansı addımlarda natamam qaldığınızı və ya hansı fürsətləri tam dəyərləndirə bilmədiyinizi göstərərək fərqindəliyinizi artıracaq. Bu anlayış gələcəkdə sizə böyük üstünlük qazandıracaq. Maddi mövzularda da diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. Xüsusilə borclanma və ya riskli maliyyə addımları ilə bağlı eyni səhvləri təkrarlama meyliniz ola bilər. Bu fərqindəliyi qazanmaq, pul axınınızı daha balanslı hala gətirəcək, əziz buğalar. Digər tərəfdən Merkürün maliyyə sahənizdə geri hərəkət etməsi, pul məsələlərində yenidən nəzərdən keçirməniz gərəkən mövzuları gündəmə gətirə bilər. Gecikən ödənişlər,
unudulmuş borclar və ya hesab səhvləri bu dövrdə ortaya çıxa bilər. Cümə axşamı Merkürün Marsla qovuşumu maliyyə məsələlərində tələsik, səbirsiz və ya həddindən artıq cəsarətli davranmağınıza səbəb ola bilər. Bu təsir altında ani qərarlar verməməyə, xərclərdə əsəblə və ya stresslə hərəkət etməməyə diqqət edin. Həmçinin mübahisələrdən, xüsusilə də pul qaynaqlı gərginliklərdən uzaq durmağınız faydalı olacaq. Qısacası, əziz buğalar, bu həftə səbir, fərqindalik və maliyyə balansı sizin üçün olduqca önəmli olacaq. Enerjinizi düzgün istiqamətləndirdiyinizdə, bəzi vəziyyətləri kökündən yaxşılaşdırmaq şansınız da var. Sakit və balanslı bir həftə arzuluyuram. Əziz əkizlər və yüksələn əkizlər, həftəyə maddi mövzuların ön planda olduğu bir enerji ilə başlayırsınız. Bu dövrdə maliyyə vəziyyətinizlə bağlı gözlədiyiniz bəzi xəbərlər və ya yeniliklər gələ bilər. Xüsusilə çərşənbə axşamı və çərşənbə günləri təşəbbüskar tərəfiniz xeyli güclənəcək. Yaxın çevrənizlə birlikdə planlaşdırdığınız layihələrə fokuslana, qısa müddətli hədəflərinizi həyata keçirmək üçün motivasiya hiss edə bilərsiniz. Bu da həftənizi həm məhsuldar, həm də xoş keçirməyinizə kömək edəcək. Yupiter bu həftə geri hərəkətə hazırlaşır. Uzun müddətdir pul və qazanc sahənizdə irəliləyən Yupiterin bu geri hərəkəti qarşıdakı bir neçə ay ərzində maddi məsələlərdə kiçik gecikmələr, təxirə salmalar və ya bəzi işlərin yavaşlaması ilə nəticələnə bilər. Bu prosesi son dövrlərdə qarşınıza çıxan fürsətləri nə dərəcədə yaxşı dəyərləndirdiyinizi nəzərdən keçirmə dövrü kimi qəbul edə bilərsiniz. Harada səhv etdiyinizi, hansı sahədə potensialınızı tam istifadə etmədiyinizi anlamanız üçün kainat sizə bu zamanı verir. Narahat olmayın, çünki Yupiter mart ayından etibarən yenidən düz hərəkətə keçəndə maliyyə baxımından çox daha bərəkətli bir dövrə qədəm qoyacaqsınız. Əgər doğum xəritənizdə Yupiter geri hərəkətdədirsə, bu proses sizi çox təsirləməyəcək. Lakin birbaşa vəziyyətdədirsə, maddi işlərdə müvəqqəti bir durğunluq hiss edə bilərsiniz. Buna görə səbirli olun və addımlarınızı planlı şəkildə atın. Digər tərəfdən, Merkürün evlilik və münasibətlər sahənizdə geri hərəkət etməsi, ikitərəfli münasibətlərdə bəzi gərginlikləri gündəmə gətirə bilər. Köhnə mövzular yenidən masaya çıxa. Keçmişlə həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər. Xüsusilə ortaq işlər və ya münasibətlər söz mövzusu olduqda, ünsiyyətdə anlaşılmazlıqlara açıq ola bilərsiniz. Cümə axşamı Merkürün Marsla qovuşması devrəyə girir. Bu təsir münasibətlərdə tələsik, düşüncəsiz və ya incidici davranışlara səbəb ola bilər. Sevdiyiniz insanla danışarkən sözlərinizi diqqətlə seçməyə, qəzəblə qərar verməməyə çalışın. Çünki bu dövrdə düşünülmədən deyilən sözlər və ya ani reaksiya nəticəsində yaranan gərginliklər münasibətləri lazımsız yerə çətinləşdirə bilər. Bu həftə qarşı tərəfin də sizin kimi insan olduğunu, səhv edə biləcəyini unutmadan yanaşmaq önəmlidir. Eyni şəkildə, siz səhv etdiyinizdə də qarşınızdakı insanın sizi anlamağa çalışdığını dərk edin. Məhz o zaman tarazlığı qoruya biləcəksiniz. Qısacası, əziz əkizlər, bu həftə həm maddi, həm də münasibət sahələrində diqqətli olmağınız faydalı olacaq. Tələsik davranmadan, sakit və fərqində şəkildə irəliləsəniz, bu dövrü çox daha balanslı keçirə bilərsiniz. Zövqlü və rahat bir həftə arzuluyuram. Əziz xərçənglər və yüksələn xərçənglər, həftəyə öz istək və hədəflərinizə fokuslanaraq başlayırsınız. Bu həftə sizi həm təəccübləndirəcək, həm də müəyyən fərqindəliklər qazandıracaq hadisələr gündəmə gələ bilər. Əhəmiyyətli xəbərlər ala, bəzi mövzularda irəliləyiş əldə edə bilərsiniz. Lakin eyni zamanda şans və fürsətlərin son dövrlərə nisbətən bir qədər azaldığını və ya təsirini itirdiyini də hiss edə bilərsiniz. Çərşənbə axşamından etibarən Yupiter sizin bürcünüzdə geri hərəkətinə başlayır. Bu vəziyyət qarşınıza çıxan fürsətləri nə dərəcədə dəyərləndirdiyinizi sorğulamağınız gərəkən bir dövrə işarə edir. Son aylarda əldə etdiyiniz şansları nə qədər istifadə etdiniz? Haralarda istəksiz və ya tərəddüdlü davrandınız?
İndi bunları anlama zamanıdır. Bu müddətdə bəzi imkanların və fürsətlərin yavaşlaması və ya müvəqqəti olaraq geri çəkilməsi mümkündür. Ancaq narahat olmayın, əziz xərçənglər. Yupiter geri hərəkətdə olsa belə, sizi tamamilə dəstəksiz buraxmayacaq. Sadəcə həyat sizə deyir ki, indi biraz düşün, dəyərləndir, istiqamətini yenidən müəyyən et. Bu da uzun müddətli perspektivdə sizi gücləndirəcək bir dövr olacaq. Digər tərəfdən, Merkür iş, xidmət və sağlamlıq sahələrinizdə geri hərəkətinə başlayıb. Bu təsir iş mühitinizdə və ya birlikdə işlədiyiniz şəxslərlə olan ünsiyyətdə bəzi qarışıqlıqlar, gecikmələr və ya anlaşılmazlıqlar yarada bilər. Gündəlik rutinlərdə də nizamsızlıq və ya diqqət dağınıqlığı yaşaya bilərsiniz. Üstəlik, cümə axşamı Merkürün Marsla qovuşması devrəyə girir. Bu görünüş, ani reaksiyalar, sərt danışıq və səbirsizlik baxımından diqqət çəkici bir təsir yaradacaq. Düşünmədən danışmaq, dərhal reaksiya vermək və ya öz fikrinizi israrla müdafiə etmək kimi davranışlar münasibətlərdə gərginlik yarada bilər. Xüsusilə iş yoldaşlarınızla olan ünsiyyətinizə diqqət edin. Qarşılıqlı anlayışın çətinləşə biləcəyi bir dövrdəsiniz. Bu həftə ən çox qəzəbə, nəzarətə və ünsiyyət tonunuza diqqət etməniz vacibdir. Həmçinin fiziki baxımdan da özünüzü çox yormamağa çalışın. Kiçik bir sağlamlıq problemi belə bu dövrdə sizi adi haldan daha çox narahat edə bilər. Qısacası, əziz xərçənglər, bu həftə sakit qalmağa, hadisələri böyütmədən dəyərləndirməyə və reaksiyalarınızı şüurlu şəkildə idarə etməyə çalışın. Bu yolla həm münasibətlərinizdə, həm də iş mühitinizdə çox daha balanslı irəliləyə bilərsiniz. Gözəl və fərqindəliklə dolu bir həftə arzuluyuram. Əziz şirlər və yüksələn şirlər. Həftəyə bir qədər istəksiz və aşağı motivasiya ilə başlaya bilərsiniz. Keçən həftə sonundan daşıdığınız təsirlər bu həftə enerjinizi biraz dağıda bilər. Əgər planlarınızı əvvəlcədən etmisinizsə, İşlərinizi qaydaya salmaq sizin üçün daha asan olacaq. Amma son ana saxlamısınızsa və ya kifayət qədər kəşkilatlanmamısınızsa, bu həftə bəzi mövzularda toparlanmaq sizi bir qədər yoracaq. Xoşbəxtlikdən çərşənbə axşamı və çərşənbə günləri başladığınız işləri düzənə salmaq çox daha rahat olacaq. Bu həftə mühüm bir göy hadisəsi də aktiv olur. Yupiter geri hərəkətinə hazırlaşır. Bir müddətdir Yupiter sizin mənəvi sahənizdə irəliləyirdi. Sizi görünməyən bir güc kimi qoruyan, dəstək olan və həyatın arxa planında fürsətlər təqdim edən bir enerji daşıyırdı. Lakin Yupiterin geri hərəkətə başlaması ilə birlikdə bu fürsətlərdə müvəqqəti yavaşlamalar, gecikmələr və ya təxirə salmalar yaşana bilər. Ancaq narahat olmayın, əziz şirlər. Bu proses əslində sizə harda səhv etdim, hansı fürsəti tam şəkildə dəyərləndirə bilmədim suallarını düşündürmək üçün gəlir. Bu bir neçə aylıq dövr öz fərqindəliyinizi artırmaq və gələcəkdə oxşar imkanlarla qarşılaşdığınızda necə davranmalı olduğunuzu öyrənmək üçün bir fürsət olacaq. Digər tərəfdən, Merkür sevgi, övlad və yaradıcılıq sahənizdə geri hərəkətinə başlayıb. Bu vəziyyət övladınızla ünsiyyətdə, sevgi həyatınızda və ya yaradıcılıqla bağlı layihələrinizdə bəzi qarışıqlıqlar, anlaşılmazlıqlar və ya plansızlıqlar yarada bilər. Hisslərinizi ifadə edərkən yanlış sözlər seçə, ən axırda deyiləcək sözü ən əvvəl söyləyə bilərsiniz. Bundan başqa cümə axşamı Merkürün Marsla qovuşması baş verir. Bu da səbirsizlik, tələsik reaksiya və bəzən aqressiv davranışları tətikləyə bilər. Xüsusilə sevdiyiniz insanla və ya övladınızla olan ünsiyyətdə dözümsüzlük ön plana çıxa bilər. Kiçik bir söz və ya anlaşılmazlıq böyüyərək mübahisəyə çevrilə bilər. Buna görə bu həftə sakit qalmaq və duyğularınızı idarə etmək çox vacibdir. Əgər idmanla məşğulsunuzsa və ya aktiv bir həyat tərziniz varsa, bu dövrdə daxili gərginliyinizi fiziki fəaliyyətlərlə atmaq faydalı olacaq. Amma özünüzü çox yormamağa diqqət edin. Həm bədəninizi, həm də enerjinizi tarazda saxlamaq bu həftə sizin üçün ən sağlam seçim olacaq. Qısacası, əziz şirlər,
Səbirli olsanız və duyğularınızı fərqində şəkildə idarə etsəniz, bu həftə həm daxili, həm də xarici mənada çox daha balanslı hiss edəcəksiniz. Gözəl və sakit bir həftə arzuluyuram. Əziz qızlar və yüksələn qızlar, bu həftə sosial çevrəniz olduqca hərəkətli olacaq. Qrup işlərində və ya bir topluluq içində ön plana çıxan, işləri təşkil edən, istiqamətləndirən şəxs siz olacaqsınız. Demək olar ki, liderlik sizin üzərinizdə olacaq və əlinizdəki vacib işləri tamamlamadan rahatlıq tapa bilməyəcəksiniz. Xoşbəxtlikdən bu gərgin tempo uzun çəkməyəcək. Çərşənbə axşamı və çərşənbə günləri biraz geri çəkilmək, özünüzə zaman ayırmaq, daxili səsinizi dinləmək və ruhi baxımdan dincəlmək sizin üçün çox yaxşı olacaq. Hətta bu 2 günü mümkün qədər tamamilə özünüzə ayırın. Çünki son vaxtlar həm fiziki, həm də zehni olaraq olduqca yorulmusunuz. Üstəlik, bəzi insanların sizi yorduğunu, hətta bəzən əsassız şəkildə üzərinizə gəldiyini dərk edəcəyiniz bir dövrdəsiz. Digər tərəfdən, Yupiter geri hərəkətinə hazırlaşır. Bir müddətdir Yupiter sizin sosial çevrə, dostluqlar və ictimai əlaqələr sahənizdə irəliləyirdi. Bu sayədə ətrafınızdan dəstək gördünüz, yeni insanlarla tanış oldunuz və bəlkə də bəzi əlaqələr vasitəsilə gəlirinizi artırdınız. Ancaq indi Yupiterin bu sahədə geriləməyə başlaması ilə birlikdə, qarşıdakı bir neçə ay ərzində sosial çevrənizdə bəzi durğunluqlar, yenidən dəyərləndirmələr və ya fərqindəliklər meydana gələ bilər. Bu dövrdə bəzi dostluqlarınızı sorğuluya, kimlərlə həqiqətən uyğun olduğunuzu anlaya bilərsiniz. Ola bilər ki, bəzi insanlarla yollarınızı artıq ayırmağın vaxtı gəldiyini başa düşəsiz. Əgər layihələrinizdə və ya əməkdaşlıqlarınızda müvəqqəti gecikmələr yaşasanız, bunu bir fürsət kimi görün. Çünki bu proses sizə gələcəkdə kimlərlə irəliləməli olduğunuzu göstərəcək. Digər tərəfdən, Merkür ev, ailə və ocaq sahənizdə geri hərəkət edir. Buna görə bu dövrdə daşınmaz əmlak, köç, ev əşyası və ya nəqliyyat vasitəsi alqı-satqısı kimi mövzularda tələsik qərarlar verməmək vacibdir. Qərarlarınızda yanılma ehtimalı yüksək ola bilər. Həmçinin ailə içində bəzi məsələlər əsassız yerə böyüyə bilər. Xüsusilə valideynlərinizlə, atanızla və ya ailə böyüklərinizlə ünsiyyətdə gərginliklər yaşama bilər. Cümə axşamı Merkürün Marsla qovuşması bu gərginliyi artıra bilər. Ev mühitində kiçik bir məsələ belə böyüyərək mübahisəyə çevrilə bilər. Buna görə qəzəbinizi idarə etmək və kiçik bir qığılcımın böyük bir yanğına çevrilməsinə imkan verməmək vacib olacaq. Bundan əlavə bu həftə emosional baxımdan da həssas ola bilərsiniz. Ailənizdən birinin dediyi bir söz və ya davranış sizi gözlədiyinizdən daha çox təsirləndirə bilər. Bu halda reaksiyalarınızı ölçülü verməyə çalışın. Həftə sonuna doğru xərcləriniz arta bilər. Buna görə büdcənizi balansda saxlamağınızda fayda var. Əziz qızlar, bu həftə sizə həm daxili fərqindəlik, həm də münasibətlərinizdə tarazlıq qurmaq imkanı verir. Sakit qalın, müşahidə edin və hadisələri axarına buraxın. Zövqlü və sakit bir həftə arzuluyuram. Əziz tərəzilər və yüksələn tərəzilər, bu həftə sizin üçün olduqca diqqət çəkici bir dövr başlayır. Bütün baxışlar üzərinizdə olacaq. İnsanlar sizi axtaracaq, fikirlərinizi soruşacaq və siz də özünüzü güclü bir şəkildə ifadə edəcəksiniz. Ön planda olacağınız, görünürlüğünüzün artacağı, eyni zamanda ailə dəyərlərinizin də önəm qazandığı bir hafta sizi bekliyor. Sevdiklərinizlə vaxt keçirmək, ailə bağlarını möhkəmləndirmək istəyəcəksiniz. Çərşənbə axşamı Yupiter geri hərəkətinə hazırlaşır. Son bir neçə aydır Yupiter karyera və status sahənizdə sizə bir çox fürsətlər təqdim edib. Yay aylarından bəri həm iş həyatınızda, həm də ictimai mövqeyinizdə irəliləyiş əldə etmiş, hörmət və etibar qazanmış ola bilərsiniz. İndi isə Yupiterin geri hərəkəti ilə birlikdə qarşıdakı bir neçə ay ərzində bu sahələrdə bəzi yavaşlamalar, gözləmələr və ya plan dəyişiklikləri gündəmə gələ bilər. Bu müddətdə əlimə keçən şansları nə qədər yaxşı dəyərləndirdim, harada səhvlər etdim
Hansı sahələrdə özümü düzgün şəkildə göstərə bilmədim kimi sualların cavablarını tapacaqsınız. Əslində bu dövrü bir yenidən baxış və fərqindəlik prosesi kimi dəyərləndirin. Unutmayın, Yupiter geri hərəkətdə olsa belə sizi tamamilə dəstəksiz qoymayacaq. Sadəcə irəliləmək üçün biraz daha strateji davranmağınız lazımdır. Digər tərəfdən, Merkür ünsiyyət sahənizdə geriləyir. Bu vəziyyət bəzən düşüncə qarışıqlıqlarına, anlaşılmazlıqlara və ya qarışıq informasiya axınına səbəb ola bilər. Məsələn, bir görüşün saatını səhv sala, bir mesajı yanlış şəxsə göndərə və ya kiməsə verdiyiniz sözü unuda bilərsiniz. Elektron cihazlarınızda da nasazlıqlar yarana bilər. Buna görə vacib sənədlərinizi ehtiyat nüsxə etməniz faydalı olacaq. Cümə axşamı Merkürün Marsla qovuşması bu təsirləri daha da gücləndirəcək. Xüsusilə yaxın çevrə, qardaşlar, qohumlar və ya iş yoldaşları ilə ünsiyyətdə ani reaksiyalar vermək, sərt danışmaq və ya səbirsizlik göstərmək meyli arta bilər. Artıq bəsdir dediyiniz mövzular bir anda gündəmə gələ bilər. Lakin bu dövrdə qəzəbinizi nəzarətdə saxlamağınız, anlaşılmazlıqların böyüməsinin qarşısını alacaq. Satış, marketinq və ya ünsiyyətlə bağlı bir işiniz varsa, zehniniz olduqca aktiv olacaq. Lakin həddindən artıq düşünmək bəzən sizi gərginləşdirə bilər. Buna görə bol-bol istirahət etməyə, zehninizi boşaltmağa çalışın. Həftə sonuna doğru enerji bir qədər yumşalacaq. Sosiallaşmaq, qısa bir səyahətə çıxmaq və ya sevdiklərinizlə xoş vaxt keçirmək sizə çox yaxşı təsir edəcək. Əziz tərəzilər, bu həftə həm ünsiyyətdə, həm də iş həyatında diqqətli olun. Tələsik qərarlar əvəzinə tarazlı addımlar atmağa çalışın. Unutmayın, sizin təbiətinizdə balans yaratmaq var. Sakit və xoş bir həftə arzuluyuram. Əziz əqrəblər və yüksələn əqrəblər, həftəyə uzaq yerlərdən gələcək xəbərlər, ticarət əlaqələri və səyahət planları ilə başlayırsınız. Xüsusilə media, ünsiyyət, mətbuat və ya nəşriyyat kimi sahələrdə çalışan bir əqrəbsinizsə, bu həftə olduqca hərəkətli keçə bilər. Bir yerdən başqa yerə tələsib getməli, verdiyiniz sözləri yerinə yetirməli və ya planlarınızı vaxtında tamamlamalı ola bilərsiniz. Buna görə də zaman idarəsinə xüsusi diqqət göstərməyiniz faydalı olacaq. Əgər tələbə bir əqrəbsinizsə, təhsil ilə bağlı məsələlər bu həftə gündəminizdə ön planda olacaq. Təhsil sistemində dövrü dəyişikliklər olsa da, imtahanlar, layihələr və ya akademik hazırlıqlar baxımından diqqət tələb edən bir prosesdən keçirsiniz desəm, yanılmaram. Yupiter bu həftədən etibarən bu sahələrinizdə geri hərəkətinə başlayır. Son zamanlarda təhsil, səyahət, ticarət, hüquq və ya beynəlxalq əlaqələr kimi sahələrdə sizə fürsətlər təqdim etmişdi. İndi isə Yupiterin geri hərəkəti ilə birlikdə bu şanslardan nə dərəcədə yararlandığınızı nəzərdən keçirəcəyiniz bir dövr başlayır. Qısacası, qarşınıza çıxan fürsətləri nə qədər yaxşı dəyərləndirdiniz, nələri qaçırdınız, hansı sahələrdə daha diqqətli olmalıydınız? Bu sualların cavablarını tapacağınız bir fərqindəlik mərhələsindəsiz. Əgər doğum xəritənizdə Yupiter artıq geri hərəkətdədirsə, bu dövrü bir kompensasiya və yenidən qurulma mərhələsi kimi görə bilərsiniz. Çünki bu halda Yupiter sizə yenidən dəstək verməyə davam edəcək. Digər tərəfdən, Merkür sizin pul və gəlir sahələrinizdə geriləməyə başladı. Bu da maddi məsələlərdə ehtiyatlı davranmağınız lazım olduğuna işarə edir. 19 noyabra qədər pul alış-verişlərində, investisiya qərarlarında, borc alıb-vermə məsələlərində diqqətli olun. Merkürün Marsla qovuşması isə maliyyə mövzularında ani reaksiyalar vermə, düşünülməmiş addımlar atma və ya sərt ifadələr işlətmə baxımından xəbərdarlıq edici bir təsir yarada bilər. Bu dövrdə qəzəbinizi pul üzərindən ifadə etməyə çalışmayın. Xüsusilə ticarətlə məşğulsunuzsa, səbirsizlik sizə zərər gətirə bilər. Bundan başqa, dələduzluqlara, saxtakarlıqlara və ya yanlış yönləndirmələrə qarşı diqqətli olun.
Gözləmədiyiniz şəxslərlə pul mövzusunda mübahisələrin yaranması mümkündür. Əgər əvvəllər bu cür vəziyyətlə qarşılaşmısınızsa, oxşar mövzuların yenidən gündəmə gəlməsi də ola bilər. Qısacası bu həftə maliyyə məsələlərində sakit, ehtiyatlı və planlı davranmaq sizin üçün ən doğru yol olacaq. Lazımsız risklərdən uzaq durun, tələsik qərarlar verməyin. Əziz əqrəblər, enerjinizi düzgün istiqamətləndirdiyiniz müddətcə bu həftə sizi gücləndirən fərqindəliklərlə dolu ola bilər. Sakit, nəzarətli və qazanc dolu bir həftə arzuluyuram. Əziz oxatanlar və yüksələn oxatanlar. Bu həftə fürsətlərlə dolu həftələrdən biri sizin üçün başlayır. İdarə edici planetiniz Yupiter geri hərəkətə hazırlaşarkən həftəyə maddi məsələlərin ön planda olduğu bir enerji ilə daxil olursunuz. Xüsusilə həftənin əvvəlində gəlir-xərc balansınızı nəzərdən keçirmək, ödənişləri qaydaya salmaq və ya maliyyə planlarınızı yenidən formalaşdırmaq istəyə bilərsiniz. Çərşənbə axşamı Yupiter, ortaq qazanc və başqalarından əldə olunan gəlirlər sahənizdə geriləməyə başlayır. Bu vəziyyət miras, aliment, vergi, sığorta, bank kreditləri və ya bonuslarla bağlı bəzi gecikmələr və ya təxirə salmaları gündəmə gətirə bilər. Əgər vasitəçilik, məsləhətçilik, ortaq maliyyə idarəçiliyi və ya şirkətlər arası əlaqələr kimi bir işlə məşğulsunuzsa, qarşıdakı bir neçə ay ərzində bu sahələrdə temponun bir qədər yavaşladığını hiss edə bilərsiniz. Bu dövrdə yaşanacaq dayanma halları sizə mənfi təsir kimi görünməsin. Əksinə, bu yavaşlama niyə baş verdi sualına fokuslanmaq sizin üçün çox öyrədici olacaq. Çünki Yupiterin geri hərəkəti bəzən irəliləmək üçün deyil, dərk etmək və yetkinləşmək üçün gəlir. Əgər doğum xəritənizdə Yupiter artıq geri hərəkətdədirsə, bu dövr sizin üçün əsl şans qapısı ola bilər. Çünki Yupiterin geri hərəkətində doğulan insanlar bu dövrlərdə fürsətləri daha aydın görür və onları daha effektiv şəkildə dəyərləndirə bilirlər. Unutmayın, Yupiter Oxatan bürcünün idarə edici planetidir. Yəni siz onsuz da təbiətən şanslısınız. İndi bu geri hərəkət dövrü sizə pulu necə idarə etdiyinizi, resurslarınızı nə qədər düzgün istifadə etdiyinizi, hansı mövzularda israf etdiyinizi və ya nələri inkişaf etdirə biləcəyinizi göstərən bir mərhələ olacaq. Digər tərəfdən, Merkür sizin bürcünüzdə geriləyir və bu proses 19 noyabra qədər davam edəcək. Bu isə ünsiyyət, düşüncə və ifadə tərzinizdə bəzi qarışıqlıqlar yarada bilər. Yanlış anlaşılmalara, tələsik deyilmiş sözlərə və ya natamam mesajlara qarşı diqqətli olun. Bundan əlavə, cümə axşamı Merkür ilə Marsın qovuşumu, şəxsi münasibətlərinizdə sərt reaksiyalar, qəzəb partlayışları və ya həddindən artıq emosional davranışlara səbəb ola bilər. Bu dövrdə qəzəbinizi boğmaq əvəzinə, onu konstruktiv şəkildə ifadə etməyə çalışın. Çünki bastırılmış duyğular özünüzə yönəlmiş qəzəbə çevrilə bilər. Bu isə xırda qəzalar, diqqətsizliklər və enerjinizi tükəndirən stresli hallara gətirib çıxara bilər. Bu həftənin sizin üçün ən vacib açarı axına buraxmaq, bağışlamaq və anlamağa çalışmaqdır. Bu yanaşma həm Merkür geriləməsinin, həm də Yupiterin geri hərəkətinin təsirlərini xeyli yumşaldacaq. Əziz oxatanlar, daxili fərqindəliyinizin artdığı, sakit, lakin öyrədici bir həftə sizi gözləyir. Gözəl, bərəkətli və rahat bir həftə arzuluyuram. Əziz oğlaqlar və yüksələn oğlaqlar. Bu həftə sizin üçün ikili münasibətlər və xüsusi həyat ön planda olacaq. Sevdiyiniz insanla daha çox vaxt keçirmək, ortaq planlar qurmaq və birlikdə xoş anlar yaratmaq istəyəcəksiniz. Romantik paylaşımlarınız arta bilər. Münasibətlərinizdə isti və pozitiv bir enerji hakim ola bilər. Lakin çərşənbə axşamı Yupiter məhz bu sahələrinizdə geri hərəkətə başlayır. Bu da o deməkdir ki, son dövrlərdə münasibətlərdə özünüzü şanslı hiss edir, doğru insanlarla qarşılaşır və ya sevgi baxımından gözəl fürsətlər əldə edirdinizsə, indi bu mövzularda bir dayanma, dəyərləndirmə və ya geri çəkilmə dövrü başlayır. Əgər evlənmək, nişanlanmaq
biri ilə ciddi münasibətə başlamaq kimi vacib planlarınız varsa, bu müddətdə biraz daha zaman tanımağınız yerində olar. Çünki bu dövr münasibət dinamiklərini nəzərdən keçirmək və həqiqətən nə istədiyinizi anlama dövrüdür. Əgər doğum xəritənizdə Yupiter artıq geri hərəkətdədirsə, bu dövr sizin üçün olduqca məhsuldar və dəstəkləyici keçəcək. Ancaq Yupiter düz hərəkətdədirsə, bu geri hərəkət bəzi fürsətlərin gecikməsinə, yavaşlamasına və ya qeyri-müəyyənləşməsinə səbəb ola bilər. Mart ayına qədər səbirli olun. Bəzi şeylərin yetişməsi üçün zamana ehtiyac olduğunu unutmayın. Digər tərəfdən, Merkür hal-hazırda karmik, qədər sahənizdə geriləyir. Bu da keçmişlə bağlı bəzi hadisələrin, artıq unudulduğunu düşündüyünüz mövzuların yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Merkürün bu mövqeyi təxminən 6 illik dövrlərlə əlaqəlidir. Buna görə 2019-cu ilin noyabr aylarını bir düşünün. O dövrdə nələr yaşamışdınız? Hansı məsələlər sizi çətinləşdirmişdi? Nələri dəyişmişdiniz? Bax, indi oxşar mövzular fərqli formalarda yenidən qarşınıza çıxa bilər. Bu müddətdə partnyorunuzun işi, sağlamlığı və ya keçmişdən gələn bəzi münasibət məsələləri yenidən gündəmə gələ bilər. Üstəlik, Merkür ilə Marsın cümə axşamı baş verən qovuşumu bastırılmış qəzəb və duyğuların birdən-birə üzə çıxmasına səbəb ola bilər. İçinizdə yığdıqlarınız qəfil şəkildə xaricə vurula bilər. Bu səbəbdən ani reaksiyalardan, düşünülməmiş davranışlardan uzaq durun. Xüsusilə şuuraltınızda bastırdığınız duyğuların gözlənilmədən üzə çıxma ehtimalı yüksəkdir. Bu da həm xüsusi münasibətlərinizdə, həm də ümumi olaraq insanlarla olan əlaqələrinizdə gərginlikləri artıra bilər. Buna görə bu həftə dilimə sahib olum prinsipini unutmayın. Həmçinin insanlar sizə çox yaxınlaşdıqda sərhədlərinizi qoruyun. Məsafənizi saxlamaq bu həftə ruhsal balansınız üçün vacib olacaq. Reaksiya verməkdən çəkinməyin, amma yeni mübahisələrə başlamaqdan uzaq durun. Çünki bu dövrdə başlanan hər şey lazım olduğundan çox böyüyə bilər. Əziz oğlaqlar, bu həftə emosional dərinliklərinizi kəşf edəcəyiniz, daxili olaraq güclənmək imkanı tapacağınız bir dövr olacaq. Sakit qalın. Keçmişdən gələn duyğuların sizi idarə etməsinə icazə verməyin. Gözəl, balanslı və rahat bir həftə arzuluyuram. Əziz dolçular və yüksələn dolçular. Bu həftə diqqətiniz iş, xidmət və sağlamlıq məsələlərinə yönələcək. Gündəlik qaydanız, iş tempiniz və həyat vərdişləriniz ön plana çıxır. Yediyinizə, içdiyinizə və ümumilikdə bədəninizə göstərdiyiniz diqqət arta bilər. Son zamanlarda bu sahələrdə bir qədər çətinlik çəkmiş, rutininizdən uzaqlaşmış və ya enerjinizi toplamaq üçün səy göstərmiş ola bilərsiniz. Bəlkə bir neçə kilo da almış ola bilərsiniz. Narahat olmayın. Hamımız insanıq. Amma yaxşı xəbər budur. Yupiterin geri hərəkətə başlaması əslində sizi bu sahələrdə fərqindəliyə yönəldəcək. İyun ayından bəri iş və sağlamlıq mövzularında vacib inkişaflar yaşamısınız. İndi Yupiterin geriləməsi bu müddətdə əldə etdiyiniz fürsətləri, hansı sahələrdə irəliləyiş etdiyinizi və nələri qaçırdığınızı nəzərdən keçirmək üçün bir dövr gətirir. Bu dövr iş şəraitinizi yenidən tənzimləmək, sağlamlığınıza daha şüurlu yanaşmaq, bəlkə də qidalanma vərdişlərinizi dəyişmək və ya diyeta başlamaq kimi qərarlar üçün də dəstək olacaq. Yəni bu geri hərəkət düşündüyünüz qədər mənfi deyil. Əksinə, sizi toparlayacaq bir prosesin xəbərçisidir. İşlə bağlı bəzi fürsətlərin yavaşlaması, hətta bəzilərinin itmiş kimi görünməsi mümkündür. Amma bu vəziyyət sizə onların niyə və necə qaçdığını anlama şansı verir. Bəzi şanslar yenidən qarşınıza çıxacaq və bu dəfə onları daha düzgün şəkildə dəyərləndirə biləcəksiniz. Digər tərəfdən, Merkür hazırda sosial çevrə və dostluq sahənizdə geri hərəkətdədir. Bu da dostlarınızla aranızda bəzi məsələlərin gündəmə gəlməsinə, köhnə problemlərin yenidən açılmasına səbəb ola bilər. Ünsiyyətdə dürüst olmaq vacibdir. Amma bunu düşünülməmiş və kobud şəkildə ifadə etməməyə diqqət edin. Merkür və Marsın qovuşumu bu həftə xüsusilə
Sosial mühitlərdə sizi çox hərəkətli və düşünmədən danışan biri edə bilər. Birdən ağzınızdan çıxan söz ətrafınızdakı insanları təəccübləndirə və ya istəmədən bir dostunuzu incidə bilər. Buna görə reaksiyalarınızı nəzarətdə saxlamağa çalışın. Sözlərin gücü bu həftə adi vaxtdan daha təsirli ola bilər. Bundan əlavə, bəzi dostlarınıza və ya ətrafınızdakı insanlara qarşı rəqabət hissi də yaşaya bilərsiniz. Bu enerjini mübahisələrə deyil, karyeranızı inkişaf etdirəcək və sizi gücləndirəcək addımlara yönəldin. Qısacası bu həftə həm iş, həm də sosial çevrə baxımından fərqindəlik dolu bir dövrdən keçirirsiniz. Dediklərinizə diqqət edin, tələsik qərarlar verməyin və enerjinizi yaradıcı sahələrə yönəldin. Əziz dolçular, özünüzü ifadə edərkən ölçülü, lakin qətiyyətli olun. Sağlamlığınıza və enerjinizə diqqət yetirin. Həftənin sonunda çox daha yaxşı hiss edəcəksiniz. Gözəl bir həftə arzuluyuram. Əziz balıqlar və yüksələn balıqlar, bu həftəyə olduqca xoş və pozitiv enerjilər ilə addım atırsınız. Zihninizdə qurduğunuz planları həyata keçirməkdə daha rahat irəliləyə bilər. İşlərinizi axarında idarə etmək bacarığınızın artdığını hiss edə bilərsiniz. İyun ayından bəri Yupiter sizin sevgi, zövq və yaradıcılıq sahələrinizdə hərəkət edir. Çərşənbə axşamı etibarilə bu sahələrdə geri hərəkətinə başlayacaq. Bu da sevgi həyatınızda bəzi yavaşlamalar, bəlkə də bir müddət dayanma halları yaşana biləcəyini göstərir. Əgər son zamanlarda romantik baxımdan bəzi fürsətlər əldə etmisinizsə, indi bu fürsətlərdə kiçik gecikmələr və ya geri çəkilmələr gündəmə gələ bilər. Hər şey gözəl irəliləyərkən birdən temponun biraz düşməsi sizi məyus etməsin. Bu dövr sizə münasibətlərinizdəki həqiqətləri daha aydın görmək imkanı verir. Eyni zamanda uşaq sahibi olmağı planlayan balıqlar üçün bu müddətdə bəzi gecikmələr ola bilər. Uşağınız varsa, onunla bağlı məsələlər də bir az yavaş irəliləyə bilər. Lakin bütün bu yavaşlamalar sizə fərqindəlik qazandıracaq və daha doğru addımlar atmağa yönəldəcək. Əgər doğum xəritənizdə Yupiter geri hərəkətdədirsə, bu 3-4 aylıq dövr sizin üçün olduqca dəstəkləyici olacaq, əziz balıqlar. Bu müddətdə baş verəcək hadisələr sizə uzun müddətli fayda gətirə bilər. Digər tərəfdən, Merkür hazırda karyera və ictimai status sahələrinizdə geri hərəkətdədir. Bu da iş mühitində, rəhbərlərinizlə olan ünsiyyətinizdə və ya toplum qarşısındakı duruşunuzda bəzi yanlış anlaşılmalara açıq olduğunuzu göstərir. Hədəflərinizi və layihələrinizi başqalarına izah edərkən yanlış ifadələr işlədə bilər və ya mesajınızın qarşı tərəfə yanlış çatdığını görə bilərsiniz. Əgər təqdimat etməli, patronunuzla vacib bir görüş keçirməli və ya layihəni təqdim etməli olsanız, bu həftə danışığınızı bir neçə dəfə nəzərdən keçirmək faydalı olacaq. Həmçinin işlərinizi son ana qoymamağa çalışın. Çünki bu dövrdə səbirsizlik, gərginlik və tələsik hərəkətlər səhvlərə səbəb ola bilər. Cümə axşamı Merkür və Marsın qovuşumu aktiv olacaq. Bu təsirlə xüsusilə şuuraltınızdakı bastırılmış düşüncələr birdən-birə üzə çıxa bilər. İctimai və ya iş mühitində gözlənilməz reaksiyalar verə bilər və ətrafınızı təəccübləndirə bilərsiniz. Duyğularınızı idarə etməyə diqqət edin. Çünki kiçik bir söz belə böyük mübahisələrə çevrilə bilər. Bu müddətdə ananızla ünsiyyətinizdə də həssas bir dövrdən keçə bilərsiniz. Aranızda bəzi anlaşılmazlıqlar və ya fikir fərqlilikləri ortaya çıxa bilər. Buna görə səbirli olmağa çalışın. Ümumilikdə bu həftə sizin üçün daxili fərqindəlik, ünsiyyətdə diqqət və emosional balansı qoruma həftəsi olacaq, əziz balıqlar. Sakit qalın, hadisələri axarına buraxın və enerjinizi yaradıcı sahələrdə istifadə edin. Huzurlu və məhsuldar bir həftə arzuluyuram, əziz balıqlar və yüksələn balıqlar.